Uşaq yatıstırırıq arkadaşlar. Əlimdə kamera var. Mənim biraz yola ver, ancaq sol tərəfə yırğalan. Elə bil ki, iki tərəfdən yırğalansam. Yenə soskanı çıxart deyə. Ələ gələ. Gələ buna. Gələ buna. Saxla. Əllərini qaldırır ki, soskanı atsın ağzından. Gələ buna. 34 manat, 17 euro. Xahiş edirəm, bunu yadında saxla, ona görə hərəkət elə. Hansı özünə hörmət eləyən şəxs bu vəziyyətdə yatmağı qəbul eləyərək başqa cürdə yatmır. Səni kim öyrətdi belə yatmağa? Əsnəm, ağzın cırıldı. Ki arkadaşlar, ana sütü içəndə qətiyyən onu narahat eləmirdi pampersin əynində. Misal üçün, üzr istəyirəm, batırdı pampersini, yarım saat artıq qaldı batıq vəziyyətdə, onu narahat eləmirdi. İndi süni qidaya keçib simensə. Simens yiyən uşaqlarda 2 gündən bir böyük bayra çıxırlar da. Böyük bayra çıxmır da, ancaq kiçik bayra çıxır. Amma pampersi doldu, 10 dəqiqə qala bilmir. Elə başlayır qışqır bağır salmağa. Bir dəqiqə, ana sütü içəndə böyük bayra tez-tez çıxdığı üçün pampersini tez-tez dəyişmək məcburiyyətində qalacaq. İndi böyük bayra çıxmır deyə tam dolanda dəyişirik, onu ona görə narahat edir. Evet, sizdən soruşa-soruşa özüm sualımın cavabını tapdım. Çox